Salam, hər vaxtınız xeyir olsun. Cümlə üzvünün əlavəsi ilə bağlı sualın üzərindən bəzi məqamları bildirəcəm sizə. 24-cü sual dim test toplusundan da mübtədanın əlavəsi işlənmişdi və durğu işarəsi buraxılmışdı. Biz bilirik ki, əlavənin işi aydınlaşdırma, konkretləşdirmə və dəqiqləşdirmədir və yəni bağlayıcısından rahatlıqla istifadə edə bilirik. Yəni, izah edilən hissə var deyə. Onların evi kəndin aşağısında, çayın sahilində idi. Mən yəni bağlayıcısını burada hara artıra bilərəm? Yəni, izah edilən hissə haradır? Kəndin aşağısında, yəni çayın sahilində idi. Deməli, əlavə buradan başlayacaq. Sərhəddi buradandır. İndi baxıram ki, burada zərfliyin əlavəsi var, yoxsa xəbərin əlavəsi var. İkinci tərəfdə izah edilən hissədə idi, imiş, dırdır, nə bilim, xəbəri bildirən deyil hissəciyi, hər nə görsəniz, götürüb onu burada artıracaqsınız. Kəndin aşağısında idi, yəni çayın sahilində idi. Deməli, burada nəyin əlavəsi var? Xəbərin əlavəsi var. Bizdən nəyin istəmişdi? Mübtədanın. Bakıdakı, yəni paytaxtdakı hadisə. Bakıdakı hadisə, paytaxtdakı hadisə. Deməli, burada nəyin əlavəsi var? Təyin əlavəsi var. Bura küçənin yuxarı başına gəl. Buraya gəl. Haraya gəl. Burada nəyin əlavəsi var? Zərfliyin əlavəsi var. Yuxarı başına, yer zərfliyinin. Ora Musagilin məktəbinə gedəndə alimlə qarşılaşdım. Ora haraya deyib zərfli deməyəcəksiniz. Ora gedəndə qarşılaşdım. Feili bağlama tərkibidir bu və bu aslı tərəfdir. Bunu izah edən hissə burada. Aslı tərəfin əlavəsi var. Bura idarənin yeni binası səliqəlidir. Hara səliqəlidir bura? Yəni, hara? İdarənin binası. Deməli, elə burada haraya deyə bilmirəm. Sadəcə hara deyirəm və mübtədanın əlavəsi olmuş olacaq. Ümid edirəm ki, sizin üçün faydalı olar. Səhifəyə dəstəyinizi gözləyəcəm.